çox ədalətsiz hakim qərara gördülər. Amma heç birindən bu bölmənin sanki təklifdə olacaq bir agresiya göstərmədilər. Belə bir sanki görüş yaranır ki, Qurbanov yerli komandalara məğlub olmağı bacarmır. Həqiqətən belədir. Yox, niyə ki mən dəfə məğlub olmuşam və özümü çox da belə normal aparmışam. Eynilə də belə. İnsanıq da olur da agresiya, neyək? Bəzən sadəcə yəni elə epizodlar var ki, ola bilər penalti idi, ola bilər ki, mən bir şey demirəm, ola bilər bəlkə də yanılır, amma sadəcə bizə gəlib yəni ümumi anlatanda hər şeyi, ümumiyyətlə penaltini deyirlər ki, kosmosdan görünməlidir. Yəni bəzən elə epizodlar oldu ki, yəni istərseniz mən də belə deyək də kənardan istəyirəm ki, oyun daha dinamik getsin, daha sürətli getsin, daha mübarizə olsun, amma gah saxlayır, gah belə, amma olur da bəzən belə oyunlarda görsən həddindən artıq pauza çox oldu, ola bilər hakim də öz ritmini itirir, olur, amma o ki qaldı yerli komandalara məğlub olmamağı mən qəbul edə bilmirəm, əksinə mən çox istəyirəm ki, hər bir komanda Qarabağ qalib gəlsin ki, o klubun rəhbərliyində futbola sevgi daha çox olsun, daha belə maraq böyüsün, əksinə. Yəni, amma o ki qaldı mənim aqressiyama, biz də insanıq, yəni biz də belə deyək də ömür boyu sakit dura bilmərik. Normal, yəni normal bir epizoddur. Məncə görsən sizin üçün maraqlı oldu. Mən dedik də, penalti epizoduna görə vurdum planşetə. Onu da gördünüz, gözdən qaçırmadınız. Nəysə, başqa şey. Növbəti sual var, sual.